Herkese salam. DİM 2025 test toplusundan nitrat turşusu bölməsindən yeni əlavə edilmiş sualların izahına baxaq. İlk olaraq səhifə 306-da 61-ci sual. Misi nitrat turşusu ilə reaksiya verilmişdir. İndi burada biz Z və T-ni müəyyən edib ona əsasən, yəni burada nitrat turşusunun qatı və yaxud da ki duru olduğunu müəyyən edərək reaksiyanı tamamlamalıyıq. Demək, mis bilirik ki, əgər nitrat turşusu duru götürülərsə alınır buradan NO. Qatı götürülsə alınır NO2. Və deyir ki, Z-dən T-ni çıxsaq 16 edir. Biz də bilirik ki, yəni NO2-dən NO-nun kütləsini çıxsaq 16 edər. Ona görə NO2 olur Z, NO isə olur T. Yəni X olacaq. Z hansından aldı? X-dən. Yəni X qatıdır. Y isə duru turşu olduğunu göstərir. İndi bizə nə deyir? Buna əsasən bu reaksiyanın alınan qazı müəyyən etməliyik. Demək, X-i biz nə tapdıq? Qatı. Gümüş də nitrat turşusunun qatısı ilə verir NO2. Daha sonra səhifə 307-də 71-ci sual. Gümüşün nitrat turşusu ilə reaksiyası verilmişdir. Buradan alınır 71-də. Gümüş 1 nitrat, NO2 qatıdırsa əgər NO2 və su əmələ gəlir. Y və Z-in oksidaşma dərəcələrinə baxsaq, N M-dən böyük. Demək, azotun oksidaşma dərəcəsi. Gümüş 1 nitratda azotun oksidaşma dərəcəsi olur müsbət 5, NO2-də olur müsbət 4. N böyükdür M-dən. Yəni N müsbət 5-dir, M isə müsbət 4-dür. İndi maddələri müəyyən edək. N Y-dədir. Demək, N də biz tapdıq müsbət 5 olan, yəni Y budur. M isə nədədir? Z-dədir. Bu olacaq. X-də olur su. İndi hansı reaksiyalar doğru deyil? X parçalanır, gümüş yüzəyə toksigen əmələ gəlir. X sudur, yəni suyun parçalanmasına biz gümüş ala bilmədik. X-lə Z-in qarşılıqlı təsiri. NO2 plus H2 alınır. HNO3 və HNO2. Bu doğrudur. Bizdən səhvləri istəyir, ona görə biri götürürük. Y plus H xlor. Gümüş nitratın üzərində biz H xlor gəlsə, gümüş xlordur və nitrat turşusu alınır. Bu da doğrudur. Bunu da çıxırıq. Gümüş X kalium xlorla. X-i nə tapdıq? Su. Su kalium xloridlə reaksiya daxil olunur. Yəni bu reaksiya dönən bir reaksiya olmuş olar. Kalium OH və H xlor alınır. Yəni bu da axıra qədər getməyəcək. 4-də səhvdə 4-ü götürürük. Y plus natrium karbonat. Y gümüş nitratda onun natrium karbonatla reaksiyasından gümüş karbonat və natrium nitrat alınacaq. Amma biz bunu burada görmürük. Cavabımız olacaq 71-də 1, 4, 5. Sonra səhifə 310-da 41-ci sual. Demək, bizə verilibdir duz, gümüş nitrat, gümüş 1 nitrat. Bunun qismən parçalanmasından alınan qazların ümumi həcmi verilib. Gümüş nitratın parçalanmasından alınır gümüş, NO2 və oksigen. Əmsallaşdırsaq, burası 0,5 yazaq. Demək, duzun kütləsi 200-dür. Və o qismən parçalanıbdır. Yəni 200-ün biz bilmirik nə qədər sərf olunub, reaksiyaya daxil olubdur. Amma parçalanmasından alınan qazların ümumi həcmi, qazlarımız da budur. 6,72 litrdir. Görək 6,72 litr qaz qarşımıza əmələ gəldikdə neçə qram gümüş nitrat parçalanır, bilmirik. Amma bizim qaz qarşılığımız nə qədərdir? 1 mol burada, 0,5 burada, 1,5 mol. Onu da litrə çevirmək üçün 22,4-ə vursaq, edəcək 33,6. 33,6 litr qaz qarşılığımız alındıqda baxırıq ki, 1 mol gümüş nitrat parçalanır. Yəni onu da emirini verib 170. Buradan da X bərabər olacaq 34-ə. Duzun kütləcə neçə faizi parçalanmışdır? Duzumuz 200 qramdır. Onun da 34 qramı parçalanıb ki, 34 200-ün 17%-ni təşkil edir. Sonra səhifə 314-də 93-cü sual. 93-də bizə verilibdir. Nitrat turşusuna azotlu gübrələrin istehsalında geniş istifadə olunur. Bir sıra azotlu gübrələr, o cümlədən amonium nitrat bitkilərin böyüməsi və məhsullarını artırmaq üçün torpağa verilir. Son olaraq bizdən istəyir ki, 8 kiloqram amonium nitrat almaq üçün neçə kiloqram 20% nitrat turşusu məhlulu lazımdır. Biz nitrat turşusundan amonium nitratı belə alırıq. Onun üzərinə amoniyak gəldik, alınır NH4NO3. 8 kiloqram amonium nitrat almaq üçün neçə kiloqram 20%?
Demək, 8 kiloqram amonium nitrat almaq deyirsə, biz burada qramla işləyirik. Kiloqramı, 8 kiloqramı qrama çevirmək üçün onu minə vurarıq. Edər 8000 qram amonium nitrat deyir. Amonium nitratın üzərinə yazdım 8000 qram. Bu zaman görək neçə qram nitrat turşusu sərf olunacaq. X. Amonium nitratın emeri 80, nitrat turşusu da 63. Buradan X bərabər olur 6300-ə. 6300 nə? Qram. Amma sonra bizə deyir ki, indi neçə kiloqram 20% nitrat turşusu məhlulu lazımdır. Sonda isə kiloqramla soruşduğundan biz bu qramı kiloqrama çeviririk. 6300 qramı kiloqrama çevirmək üçün onu minə bölürük. 6,3 kiloqram sürətdə. İndi bizə məhlulun kütləsini istəyir. Bunun kütlə payı 20%-ə bərabərdir. Vururuq 100-ə bərabərdir. 20 edir. Buradan da X bərabər olacaq. 31,5. Daha sonra 94-cü sual. 94-də bizdən istəyir ki, təmizləmə zavodu gündəlik 3,15 ton nitrat turşusu istifadə edir. İstifadə edilən turşunun maddə miqdarını hesablayın. 3,15 tonu nə etməliyik? Mola çevirmək üçün ilk olaraq bunu kiloqrama, tondan kiloqrama, kiloqramdan qrama keçib, sonra da mola çevirəcək. Tondan kiloqrama keçmək üçün minə vururuq 3150 kiloqram. Qrama da keçmək üçün yenidən minə vururuq. Minə vurduq. İndi bunu biz mola çevirməliyik. Mola çevirmək üçün də 3.150.000-i bölürük nitrat turşusunun emerini 63'ə. Bu da edəcək 50.000 mol. Daha sonra 95-ci sual. Demək, duru nitrat turşusu mislə reaksiya daxil olaraq duz, azot, monoksid və su əmələ gətirir. Reaksiya daxil olan maddələr alınan NO-nun həcmi verilmişdir. Artıq qalan maddənin kütləsini hesablamalıyıq. İlk olaraq reaksiya tənliyimizi yazaq. Mis duru nitrat turşusu ilə alınır. Mis 2 nitrat, NO və su. Əmsallaşdırırıq. 3, 2, 4. Bizə verib şərtdə reaksiya daxil olan maddələr, mis və nitrat turşusunun kütləsi. Onların şərtdə verilən kütlələrini yazırıq üstündən. Və bizə alınan NO-nun da həcmini verib 22,4 litr. Və deyir maddələrdən biri tam sərf olunur. Artıq qalan maddəni tapmaq üçün. İndi hər ikisinin kütləsi bərabər. Görək hansı artıq qalır. Bunu tapmaq üçün onların reaksiyadakı kütlələrini yazırıq. 8 vur 63. Yuxarını bölürük aşağı. Hansı kiçik olsa, demək o artıq qalacaq. Daha doğrusu hansı böyük olmuş olsa aldığımız rəqəm həmin maddə artıq qalacaq. Kiçik olansa tam sərf olunur. İndi A böl 3'ü 64'ə vursaq edir 64'ü vuraq 192. Yəni A böl 192 edir buradakı. Bu isə A böl 8'i vursaq 63'ə edir 504. Yəni biz görürsünüz sürətlər eynidir. Daha böyük ədədə bölsək daha kiçik qiymət alacağıq. Yəni bundan kiçik qiymət aldığımız üçün bu tam sərf olunacaq. Bu isə artıq qalacaq. Yəni mis artıq qalır. İndi demək biz də hesablamalarımızı artıq qalan yox, tam sərf olunana əsasən aparacağıq. Yəni nitrat turşusuna əsasən. Demək A qram nitrat turşusu reaksiya daxil olduqda deyir ki 22,4 litr NO ayrılır. Və 8 vur 63 qram nitrat turşusu reaksiya daxil olduqda nə qədər NO ayrılır? 2 vur 22,4. Buradan da hesablasaq A bərabər olacaq 252. Biz bunu tapdıq. İndi bizə deyir ki artıq qalan maddənin kütləsini hesablayın. Görək mis nə qədər sərf olunub, nə qədəri artıq qalıb. Biz A-nı 252 tapdıq. 252 qram nitrat turşusu sərf olduqda nə qədər mis reaksiya daxil olur? X. 8 vur 63'ə də 3 vur 64. Buradan hesablayırıq. X bərabər olur 96'ya. Yəni biz A-nı neçə tapmışdıq? 252. Mis əvvəl 252 idi. 96'sı sərf olundu. Nə qədər də artıq qalır? 252 çıx 96. Bu da edəcək 156. Sonra 96-cı sual.
Nitrat turşusu metallarla reaksiya sürətinə turşunun qatlığı təsir edir. Mis və qızıldan ibarət 25 qram qarışığın artıqlamasıyla götürülmüş qat nitrat turşusu ilə qarşılıqlı təsirindən 11,2 litr qaz ayrılmışdır. İlkin qarışıqda qızılın kütlə payını hesablayın. Demək, mis və qızıl və misdən ibarət 25 qram qarışıqdır. Bunlardan qat nitrat turşusu ilə qarşılıqlı təsirdə olan mis olacaq. Mislə nitrat turşusunun reaksiya tənliyini yazırıq. Mis 2 nitrat və qatı dediyi üçün NO2 və suda ayrılır. Sonra əmsallaşdıraq. Bura 4, bura 2 yazdıq, burada 2 düzəlir. Demək, deyir ki, nitrat turşusu ilə qarşılıqlı təsirindən 11,2 litr qaz ayrılmışdır. Bizim də qazımız NO2'dir. Bu zaman görək nə qədər mis reaksiya daxil olacaq. X 64'də isə 2 vur 22,4. Buradan da hesablayırıq ki, x bərabər olur 16'ya. Tapdıq 16. Demək, ilkin qarışığımızda 16 qram mis var idi. Nə qədər? Yerdə qalan 25 çıx 16. Yəni 9 qram da olur qızıl. İndi deyir ki, qarışıqda qızılın kütlə payını tapın. Qarışıqda qızılımız nə qədərdir? 9. Ümumi qarışığımız isə 25. 9 da 25'in 36%'ni təşkil edir. 97-ci sual. Demək, zavodda piltələrin təmizlənməsi zamanı nitrat turşusunun kütlə payı 40% olan 126 ml məhlul sərf olunmuşdur. Bu zaman 16 qram mis reaksiya daxil olmuşsa, turşunun sıxlığını hesablayın. Demək, bizə verib məhlulun həcmi. Turşu məhlulun həcmi 126'dır. Sıxlığı istəyir. Demək, biz ilk olaraq məhlulumuzun kütləsini tapmalıyıq ki, ona əsasən, yəni M məhlul bərabərdir Rho vur V-dən. V məlumdur, sıxlığı tapmalıyıq. Amma biz burada M məhlulu tapmaqda bizə misin kütləsini verib, turşunun kütlə payını vermişdir. Ona əsasən biz ilk olaraq məhlulun, nitrat turşusu məhlulun kütləsini tapmalıyıq. Reaksiya tənliyimizi yazaq. Mis, burada qat nitrat turşusundan söhbət gedir. Yəni özü deyir ki, mis 2 nitrat alınır. Azot dioksid, yəni NO2, bir də su alınır. Əmsallaşdırırıq 4, 4, 2. Demək, görək, 16 qram mis reaksiya daxil olduqda nə qədər nitrat turşusu sərf olunur? X. 64'də isə 4 vur 63. Buradan hesablayırıq. X bərabər olur 63'ə. Və bizə deyir ki, nitrat turşusunda, demək, zavodda piltələrin təmizlənməsi zamanı nitrat turşusunun kütlə payı 40% olan məhlul. Yəni, nitrat turşusu məhlulunda nitrat turşusunun kütlə payı 63'dür. Onda görə məhlulun kütləsi nəyə bərabərdir? Kütlə payını tapanda həll olanı bölürük. Məhlulun ümumi kütləsinə vururuq 100'ə və kütlə payı da deyir 40'a bərabərdir. Buradan x bərabər olur 157,5. Yəni, bizim məhlulumuzun ümumi həcmi 157,5'dir. İndi gətirib burada yerinə yazaraq Rho-nu tapaq. Rho nəyə bərabərdir düsturdan? M məhlul bölünsün V məhlul. Məhlulun kütləsi 157,5. Məhlulun həcmi 126. 157,5'i də bölsək 126'ya edəcək 1,25 qram böl millilitr. Sonra 98-ci sual. Laborant nitrat turşusu ilə natrium karbonat arasında baş verən reaksiyadan qaz ayrılmasını müşahidə edir. Demək, reaksiya tənliyimiz nədir? Natrium karbonat. Demək, NO2 ilə qarşılıqlı təsirdə olur. Alınır natrium nitrat, natrium nitrit və karbon qazı. İndi bizdən nə istəyir? Nitrat turşusu ilə reaksiyaya 53 qram natrium karbonat sərf olunur. Reaksiyanın alınan qazın kütləsi. Alınan qaz karbon qazıdır. Natrium karbonatın emeri 106, karbon qazı 44. Buradan da hesablayırıq. 53 vur 44 bərabərdir. 106 vurulsun x. X də bərabər olacaq 22'ye. Daha sonra 99-cu sual. Demək, nitrogliserinin nitrat turşusu ilə gliserinin qarşılıqlı təsirindən alınır. Bunun alınma tənliyini yazaq. Demək, gliserin C3H8O3. Yəni açıq şəkildə yazsaq CH2OH, CHOH
CH2OH-dır. Demək, nitrat turşusu ilə gliserin 3 dənə OH qrupu olan 3 mol nitrat turşusu ilə reaksiya daxil olur. Demək, reaksiya daxil olan gliserinin mol sayını hesablamalıyıq. Bilmirik neçə mol gliserin nitrat turşusu ilə reaksiya daxil olur. Amma bu zaman görək nə qədər nitrat turşusu sərf olunur. 600 qram 50,4%, yəni 600 qram məhlulun 50,4% nitrat turşusudur. Bu edir 302,4. 1 moluna isə 3,63 qram. Buradan da x'i tapsaq 302,4-ü bölürük 3-ə, bölürük 63-ə. X bərabər olur 1,6. Daha sonra 100-cü sual. 100-cü sual, magnezium nitratı parçalanmasının əmələ gələn qaz qarışığında daha ağır qazın həcm payını hesablayın. Magnezium nitrat parçalanır. Alınır magnezium nitrit, NO2-dən 2 dəfə, NO2 və oksigen. Əmsallaşdırırıq. Bura 2, bura 2. NO2-nin qarşısına 4. Oksigenlərə baxsaq, 2 dəfə 3, 6, 6 dəfə 2, 12 dənə soldadır. 8. Burada bir dənə üzrlü sayım. Magnezium nitrit yox, magnezium oksid alınır. İndi düzəlirmi? Aha, belə düzəlir. Demək, bizdən nə istəyir? Qaz qarışığındakı daha ağır qazın həcmi. Qaz qarışığımız budur. Daha ağır qaz hansıdır? Yəni, qaz qarışığımızda 4 NO2 var. Bir dənə də oksigen var. NO2 4 vur. NO2 nəməli 46-dır. 32-nin sonunda deyil. 46-nı vursaq 4-ə. 184 NO2 olur. 1 mol O2, 32 qram da budur. Daha ağır qazın həcm payını hesablayın. 4 dənə NO2, 4 də 5-in, cəmi deyil 5 mol, 4 də 5-in 80%-ni təşkil edir. Sonra 103-cü sual. 17 qram metal nitratın tam parçalanmasından 13,8 qram duz alınmışdır. Demək, metal nitrat parçalanıb, metal NO3-dür. Alınır metal NO2 və oksigen. Əmsallaşdırsaq, biraz 0,5 ataq, düzəlir. 17 qram metal nitratın parçalanmasından 13,8 qram duz alınmışdır. Amma metal nitratımızın kütləsi nə qədərdir? Metalın kütləsini bilmirik, X yazaq. NO3 də 14 plus 48 edir 62. Bundan isə alınır. Duzumuzun deməli 40 plus X plus 46 edir. Buradan çarpaz hesablayırıq. 17 vurulsun X plus 46 bərabərdir. 13,8 vurulsun X plus 62. Buradan da X bərabər olur. Demək 85-ə. Daha doğrusu burada X 23 eləyir. Metalın kütləsini deyir. Sonra bizdə metal NO3-ün nisbi molekul kütləsini hesabla deyir. Metal NO3. Mr-i tapanda Mr. Metalın kütləsi 23 tapdıq. Azot 14. Oksigen də 16 vur 3, 48 eləyir. Burada edəcək 23 plus 14 plus 48. Mr-i 85. 106-cı sual. Misin dur nitrat turşusu ilə reaksiya təmin. Mis dur nitrat turşusu alınır. Mis 2 nitrat, NO və su. Əmsallaşdırırıq. Mis 0-dan müsbət 2. Azot müsbət 5-dən müsbət 2. Dəyişənləri yazaq. Mis 0-dan müsbət 2-yə gedir. Azot müsbət 5-dən müsbət 2. Burada 2 elektron 0-dan 2-sini çıxırıq. 5-dən 2-sini çıxanda 3 yerlərini dəyişirik. 3, 2. 3'ləri yazacaq misin qarşısına, 2-ni də yazacaq burada azotun qarşısına, sonra bunu düzəltsək 8, 4. İndi deyək ki, oksidləşdirici neçə faiz reduksiya olunur? Oksidləşdirici nədir? Oksidləşmə dərəcəsi azalsın. Yəni azotdur. Maddəmiz nitrat turşusudur. Yəni burada oksidləşdiricimiz nə qədərdir? Azotdur. 8 vur 1. 8 dənə azot var. Bunun nə qədəri reduksiya olunub? Reduksiya olunanda yəni onun tərkibindədir. 2 vur 1, 2 dənəsi. 2 də 8-in 25%-ni təşkil edir.